Esselamu Aleyküm ve Rahmetullah. Bugünkü mövzumuz hədis inkarçıları. Amma əslində mən onların adını bir 13 il bundan qabaq qoymuşam ki, hədis inkarçıları yox, Qur'an inkarçıları. Bəli. İndi bu günləri mən bu haqda elə danışacağım. Deməli, Türkiyədə oturan hədis inkarçılarının belə deyək də liderlərindən biri öz içlərində elm əhli sayılan, onların arasında elm əhli sayılan bu insanla mən TikTok'da qısa olaraq bir 10 dəqiqəlıq, 9 dəqiqəlıq müzakirə etdim. İnşallah gəlin bir yerdə izləyək. Mövzu nədir? Diqqət, diqqət, diqqət. Bu kimi hədis inkarçıları deyirlər ki, donuzun əti haramdır, amma yağı isə halaldır. Amma bu barədə Qurani Kərimdə açıq aşkar olaraq, yəni Qurani Kərimdə necə ki donuz əti haramdır, görürük ya ayəti ixtilaf var? Yox. Və həmçində leşt haramdır, ixtilaf var? Yox. Allahdan başqasının adına kəsilən bir heyvan İxtilaf var? Yox. Vəbşi ümumi olaraq haramlar və halallar Qurani Kərimdə açıq aşkardır? Bəli, açıq aşkardır. Bəs nəyə görə bu insanlar özlərini ancaq və ancaq Qur'anda görürlər, amma Qur'andan qırağa çıxırlar? Heç bu hədis də deyil ki, deyəsən bir hədisə, heç bu məntiq də deyil ki, deyəsən bir məntiqə ulaşırlar. Sadəcə bekardılar deyənə. Allahın rəhmətindən insan uzaq olanda yəni küfürlər bax belə artır. İnşallah deməli TikTok'da bunu gördüm mən və həmən də yəni qalxdım yuxarı və dedim ki, mən sizlə müzakirə etmək istəyirəm və müzakirəni qoyacağım. Bu şəkillər nə üçündür? Onların hamısının aydınlığını verəcəm inşallah. Deməli gəlirik. Bismillah. Mən bir sual verəcəm. Deməli sualım elə bir ki, mübahisə ilə bağlı olmayacaq da. Sadəcə Qadir abiyə sual vermək istəyirəm ki, Qadir abi, siz öz yayımlarınızda demişdiniz ki, donuzun əti haramdır, piyi isə, yağı isə, yəni əti haramdır, yağı halaldır. Bu kimi sözden istifadə etmişsiniz. Öyle mi? Evet, doğru. Doğru. Bu yani bu sözü size Rəşid bəy demişti. Yani o Qurani Kərimi belə təfsir etmişti ki, donuzun... Rəşid kimdir? Bu Rəşid bunların peyğəmbəridir. Amerikada otururdu. İndi dünyasını dəyişib. Rəşid bəy bu 19-cudur. Yəni bu barədə də inşallah növbəti filmimi izləyin inşallah. Rəşid Halifədir adı. Növbətimi filmimi izləyin. Mən yəni bunun haqqında da, bunların peyğəmbərləri haqqında da mən sizə möhtəşəm bir dəlillər gətirəcəm ki, yəni bu o deyil də. Yəni peyğəmbər filan zat deyil. Bunu inşallah isbat edəcəm. Sözlə elə belə yox. İspat edəcəm. Bəli. Deməli, mən deyirəm ki, sual edirəm ki, bunu sizə kim deyib? Sizin peyğəmbəriniz deyib. İndi belə bir şey var da, əzizlərim, Qurani Kərimdə olmaya bilir. Yəni, hədis inkarçılarıdır bunlar. Bir peyğəmbərlər var və deyir ki, bu Qurani Kərimdə yoxdur. Sadəcə bizim Rəşid halifamiz bizə o Allahın peyğəmbəridir və ona vəhy olunub. Biz oradan bilirik. Amma bu adamlar isə, bax bu adamlar, bəli, bax bu adamlar deyir ki, indi mən yəni bir-iki nəfəri deyə bilirəm, Elcandır, Elçindir və elə hamısını deyirəm, çünki onlara qarşı çıxmırlarsa elə hamısını deyirəm, haqqına yəni girmirəm buradakı insanların. Yəni dedikləri budur ki, donuz əti haramdır, amma onun piyi isə halaldır. Bu da Qurani Kərimdə yoxdur. Siz
Bunu hardasa deyə bilərsiniz ki, bunu bizə Rəşid, yəni halifəmiz, yəni peyğəmbərimiz deyib. Hə, bununla konu dayanardı. Amma deyir ki, Qurani-Kərimdə bu dəlil var. Mən dedim dəlili görsət. Adam getdi Yahudilərə aid olacaq qoyun və inəyin müəyyən orqanları var ki, biz bilirik də, orqanları var ki, onu dəlil olaraq gətirir. Deyirəm, o barədə yəni dəlilimiz var da, yəni mən sizə donuzdan danışıram, donuzdan. Yahudilərə haram olacaq və yaxud da halal olacaq donuzdan söhbət getmir ki orada. Orada qoyundan, inəkdən, dəvədən və s. olacaq nemətlərdən gedir. Təfsirinə də baxsaq, hədisinə də baxsaq, ayətə də baxsaq. Allahu Ekber. Neyse, gəlir inşallah buna. Əti haramdır, yağı ise halaldır. Yok hayır, bunu Kur'an söylüyor. Yani Reşat Halife de söylüyor ama zaten Deməli, mən deyirəm ki, bunu yəni Rəşid Halifə söylüyor. Deyir, Quranda söylüyor. Amma bu adamın yalancı olduğunu bildim mən. Həqiqətən də, yəni Qurani-Kərimə şər və böhtan atır. Quranda olmadığı təqdirdə deyil, Qurani-Kərimdə var. Ondan əlavə də Allahu Ekber öz peyğəmbərinə, yəni buna şər atır. Nə şər atır? Qaydaq deyəcəm indi sizə. zaten bunu Kur'an söylüyor. Evet. Baxın. Donuzun əti haramdır, pi ise yani o Kur'an-ı Kerim'i belə təfsir etmişdi ki halaldır. Bu kimi sözden istifade etmişiz. Öyle mi? Evet. Doğru. Doğrudur abi. Bu sözü size Rəşid bəy demişdi. Yani o Kur'an-ı Kerim'i belə təfsir etmişdi ki donuzun əti haramdır, yağı ise halaldır. Yok hayır, bunu Kur'an söylüyor. Yani Reşat Halife de söylüyor ama zaten bunu Kur'an söylüyor. Bunu Rəşid Halifə də söylüyor. Yəni donuz ətinin özü yox, donuzun yağının halal olmasını Rəşid yəni bu peyğəmbər öz yəni iman gətirdiyi peyğəmbər də deyir. Amma halbuki bunun kitabında, yəni Quranın tərcüməsini eləyib də. Halbuki yəni Qurani-Kərimin təfsir etdiyində, tərcümə etdiyində belə bir dəlil yoxdur. 1 və onun filmlərində də belə bir dəlil yoxdur. 2 adam əlbəttə ki, adam üçün qırmızı bir xətt yoxdur. Adam Allaha şər və böhtan atırsa, iman etdiyi peyğəmbərə də şər və böhtan atır. Bu göz qabağında deyir, Rəşid də, yəni mənim iman etdiyim bu peyğəmbər də deyib ki, donuzun yağı halaldır. Amma halbuki deməyib. İndi inşallah buna gəlirik. Yəni mən baxdım, araşdırdım, deməyib belə söz. Və özü də burada öz sözünü sonra inkar eləyir. Rəşid Halifənin bu sözü harda dediği sizde elinizde kayıt var mı? Hayır, Reşat Halife'nin kaydı olmasına gerek yok. Önümüzde ayet. Hayır, bax, ən birinci nə dedi? Gələk qabağa verək. Baxın. Evet. Doğru. Doğrudur abi. Bu sözü size Rəşid bəy demişdi. Yani o Kur'an-ı Kerim'i belə təfsir etmişti ki donuzun əti haramdır, yağı ise halaldır. Yok hayır, bunu Kur'an söylüyor. Yani Reşat Halife de söylüyor ama zaten bunu Kur'an söylüyor. Rəşid Halifənin bu sözü harda dediği sizde elinizde kayıt var mı? Hayır, Reşat Halife'nin kaydı olmasına gerek yok. Önümüzde ayet. Baxın. Açıq-aşkar öz peyğəmbərinə şər və böhtan atır. Açıq-aşkar, subhanallah. Davam eləyirik. Ayet var abiciğim. Yok bildiğim yani onun Var mı? Kur'an'ında Kaydı var da yani onun Kur'an'ında bu sabitti mi? Bu açık aydın olarak Rəşid bu barədə bir söz demişti mi? Yoksa nasıl? Dememişti yoksa nasıl? zaten hayır, zaten Enam suresi elinizde şey Eşitdiniz dedi, hayır. Yəni belə söz deməmişdi. Amma Əti haramdır, pi ise yağı ise yani əti haramdır, yağı halaldır. Bu kimi sözden istifade etmişiz. Öyle mi? evet. Doğru. Doğrudur abi. Bu sözü size Rəşid
bəy demişdi. Yəni o Quran-ı Kərimi belə təfsir etmişdi ki, donuzun əti Ayet öyle. haramdır, yağı isə halaldır. Yok hayır bunu Kur'an söylüyor. Yani Reşat Halife Yok, deyir yok. Bunu Kur'an söylüyor, Kur'an. de söylüyor ama zaten bunu Kur'an Rəşid Halifə də söylüyor, amma bunu Quran da söylüyor. Həm hayır deyir, həm yox deyir. Çünki elə bir yerdən tutmuşam ki bunu. İnşallah özünə də göndərərsiniz, buna aydınlıq versin. Kur'an söylüyor. Yani. Rəşid xəlifənin bu sözü harda dediyi sizdə əlinizdə qayıt varmı? Hayır Reşat Halife'nin kaydı olmasına gerek yok. Önümüzde ayet var abicim. Yox, bildim. Yəni onun Necə bunun, necə sən bu peyğəmbərə iman gətirmisən ki, bu peyğəmbər bu sözü deməyib. Bax, iman etdiyiniz Rəşid Halifə bu sözü deməyib. Deməyib ki, donuzun yağı halaldır. Onu ancaq peyğəmbər deyə bilər də. Gələ bilər, şəriəti dəyişə bilər. Necə peyğəmbərlər gəlirdi, rəsullar gəlirdi, şəriəti dəyişirdi, halallar və haramlar, hökmlər və s. Bu halal və haram sözünü sən deyə bilməzsən Kadir. Ya sən, bax sən bunu deyə bilməzsən. Sənin iman etdiyin bu kişi söyləyə bilər bunu. Sən söyləyə bilməzsən. O söyləməyibsə, sən onda dur. Və buradan da deyir ki, Quran-ı Kərimdə var. Ya Quran-ı Kərimdə elə şey yoxdur, subhanallah. Allah'a şər atdın. Peyğəmbərə də şər atdığını gördük. Həm hə dedin deyib, həm də dedin yox deməyib. Və sonra dedirsən ki, nə ehtiyac var buna? Bu necə peyğəmbərimizə iman gətirməkdir? Davam eləyirik. Dala verməyəcəm, qabağa, sürətlə qabağa gedəcəyik. Kur'an'ında Yani onun Kur'an'ında bu sabittir mi? Bu açık aydın olarak Reşid bu barədə bir söz demişti mi? Yoksa nasıl? Dememişti yoksa nasıl? zaten hayır zaten Enam suresi elinizde şey var mı? Yetkilendirilmiş çeviri var mı? Yok, ben de o otaqdadır, o otağa girə bilmirəm. Buyurun, eşidirəm sizdən. Anlamadım. Ne? Anlamadım. Kur'an Diğer odada var çevirisi. Altıncı surenin 6. surenin 145. ayetine bakarsan 145 ve 146. ayetlerin dipnotuna bak. Reşat Halife orada zaten söylüyor. Tanrı dilerse eti, dilerse yağı, dilerse her ikisini haram kılar. Tanrı dilərsə, aha, Allahu Ekber, la ilahe illallah. Tanrı dilərsə, dilədi mi, yoxsa diləmədi? Dilədisə, sənə vəh gətirdi onu, yoxsa Raşidi Halifəyə dedi bunu? Raşidi Halifənin, yəni iman etdiyim bu peyğəmbər bu sözü deməyib. Kitabında yox, səs qayıtlarında yox. Sən bunu nereden alırsan? Əlbəttə ki, Allah istədiyini haram edər, istədiyini halal edər, tamam. Mövzu bu deyil. Mövzu budur ki, bunun dəlilini ver. İman etdiyin peyğəmbərdən dəlil ver, yəni bu kişidən dəlil ver, ya da ki, Qur'andan dəlil ver. İndi hörmətli tamaşaçılar, görün məni hansı ayələrə aparır. O ayələr ki, Yahudilər üçün enmişdi və o qoyun, inək yağından danışır Allah Subhanahu taala. Ya bu ne biçim insan bu? Subhanallah. İman ettiği kitaba böyle mi yanaşılır? İman ettiğin halifeye böyle mi şer şamata atılır? Allahu Ekber. Devam eləyirik. O yüzden domuzun eti haramdır. Domuzun yağı haram değildir. Zaten Enam suresi 145 ve 146 bunu söylüyor. Ben bununla ilgili video da yaptım. Kanalımda var. Ben hiçbir Subhanallah. videoyu Reşat Halife böyle dedi diye yapmadım. Reşat Halife'den öğrendik. Doğrudur. Ama Kur'an Raşad halifeden öğrendik. Dikkatli olun, görün ne dedi? Bakın. Bakın hürmetli tamaşaçılar, bakın. Bu vallahi bu adam yalancıdır. da o otaqdadır, o otağa girə bilmirəm. Buyurun, eşidirəm. anlamadım. Ne? Anlamadım. Kur'an Diğer odada var çevirisi. 6. surenin 145. ayetine bak. Hem deyir ki, Raşiddən yoxdur, kayıtında yoxdur, sözü yoxdur. Hem deyir var, indi də deyir ki, biz ondan öyrəndik.
Ondan öyrəndinsə hanır? Və ondan öyrəndinsə niyə yuxarıda səsində dedin, hayır, onun kayıtı yoxdur, onun sözü yoxdur. Ya sən nə biçim insansın? Allahu Ekber. Sən bu cemaati niyə belə saptırırsın? Tamam, bir iblis de olacaq, saptıracaq. Yəni bu iblis öz işini sənə mi tapşırıb? Subhanallah, la ilahe illallah. Bakarsan 145 ve 146. ayetlerin dipnotuna bak. Reşat Halife orada zaten söylüyor. Tanrı dilerse eti, dilerse yağı, dilerse her ikisini haram kılar. O yüzden domuzun eti haramdır. Domuzun yağı haram değildir. Zaten Enam suresi 145 ve 146 bunu söylüyor. Ben bununla ilgili video da yaptım. Kanalımda var. Ben hiçbir videoyu Reşat Halife böyle dedi diye yapmadım. Reşat Halife'den öğrendik. Doğrudur. Ama Kur'an böyle söylüyor. Biz Subhanallah. Reşat böyle söylüyor, Reşat şöyle söylüyor demeyiz. Kur'an söylüyor yavrum. Kur'an. Ya yenə də sözün dəyişdi, fikir verdin. Raşad Halifədə evet ondan öyrəndik. Hayır, ondan öyrənmədik. Səs kayıtı var mı deyirəm. Bu Allahu Ekber. Bu adam çaşıb. Kim istəsə bu səsi göndərə bilərəm ona. Mənə yazsın, WhatsApp-a çıxaq, atım səsi tam gözəl şəkildə dinləyin. Nəysə, getdik qabağa. Ben sizi başa düştüm. Ben Rabbimiz söylüyor yani. zaten Ben cevaplayayım. Anladığım bir şey var. Elçin kardeş, inşallah ben cevaplayayım. Bak, şeyde Enam suresi 145'te donuzun eti değil, lehmi hınzırın keçir. Bir tane sen Enam suresi 146'ya da dikkat edersen, orada Rabbimiz, bir tane özür isterim, kesme, sual vermişsen dinle. Bak, Enam suresi 146'ya dikkat edilende, orada Yahudilərə Enam suresi. Sorusunu bir sorsaydı adam. O yüzden diyorum biz. Sorusunu mu? Onu sordu ya şeydi. Sorusunu bir sorsun. Tamam. ben Soru ne ya abi? Ben anlamadım. yani sordum ki yani eyni sözü tekrar edeceğim. Elcan beni başa düştü abi. Ben anladım onu Kadir abi. Onu bir cevaplayayım. Demek orada Enam 146'da donuzun Enam 146'ya dikkat edilende de Yahudilərə deyir ki malın ve qoyunun iç yağını haram elədik ve orada detay verir. Deyir bağırsaqlarında, bellərində ve sümüklərində olan haric. 145 ile 146'ya bakanda her ikisini ayırt eləmək olur. Rabbimiz ya əti haram qılar, ya onun yağını haram qılar. Bizə məsələn elmi tərəfinə də baxanda biz donuzun ətində trifin parazitini görürük. Amma donuzun yağında zərərli bir şey də görmürük. Donuzun yağını zaten pulmonoloqlar, özün bilirsən də pulmonoloqlar Ağciyər İnstitutunda da Allahu onun Ekber. tərkibində A, Allahu E, Ekber. vitaminləri var. Açıq şəkildə vərəm xəstələrinə də yazırlar. Bu bir ikinci tərəfi də apaçıq 2 ayəyə diqqət eləyəndə görünür. Orada komple donuzu haram qılmır Rəbbimiz. Donuzun ətini deyir. Ərəbcəsinə baxanda da lehmin hınzırın keçir. Yəni birbaşa yazıla bilərdi ki, donuzu haram qıldıq. Donuzun ətini deyir və 146'da da yağı ayırır. Bax deyir, mal və qoyunun iç yağını haram etdik. Arxasında da detay verir. Mal və qoyunun bu Yahudilərə aiddir. Bir. Amma sənin Yahudi yemədiyini sən yeyirsən. Söhbət qoyundan, mal-qaradan getmir. Niyə çapdırırsınız bu ayələri? Niyə çapdırırsınız Allahu Ekber? Bu danışan oğlan yəni bu oğlandır. Elcandır. Bu Elcanın da o göstərdiyim Rəşid Halifəyə peyğəmbər deyir. Donuzun yağına halal deyir. Quran-ı Kərimdə yoxdur. Allahu Ekber. Allahu Ekber, la ilahe illallah. Subhanallah, la ilahe. Allahu Ekber, la ilahe. Siz hara gedirsiniz? Subhanallah. Vallahi canım yanır. Ürəyim partlayır ki, siz axı Quran-ı Kərimdən gedən bir insansız axı deyirsiniz. Hanı? Mən demirəm, hədisə gəlin. Mən bu mövzuda deyirəm, ayətə gəlin. Tövbə surəsinin 128-129-cu ayələrini inkar edirsiniz. Nəysə getdik, mövzu bu deyil. Allahu Ekber. Vallahi ziyan içindəsiniz. Alladıblar sizi. verir. O Bilirlər. ben
bağırsaqlarında və sümüklərində xaricdir. Ben sizi polno olarak başa düştüm. Sadece ben bilmek istəyirdim ki, benim eşitdiklərim doğrudur yoksa yok. Ola bilsin Türk abinin yani hakkına girmiş olardım. Sadece özünü gördüm ve dedim ki bir özünden de soruşum həqiqətən de bu sözü deyib yoksa yok. Ben size teşekkür ederim. Sadece bunu bilmek istedim ki donuzun eti haramdır, yağı da halaldır. Bunu bilmek istedim sizden. Teşekkür ederim. Təşəkkürlər. Anladım. Sen ne düşünüyorsun Turan kardeş? Ben merak ettim seni. Sen ne düşünüyorsun bu konuda? Elsan abi. Selamun Aleyküm. Salam. Necəsiz? Elhamdülillah, teşekkür. Kur'an-ı Kerim'de hadis inkarçıları deyirlər ki, donuzun eti haramdır, ama yağı ise halaldır. Kur'an-ı Kerim'de bu barədə bir ayet var mı? Kur'an-ı Kerim'de donuz etinin haram olduğu açık şekilde bildirilip. Lakin donuzun yağıyla bağlı hususi bir ayet yoktu. Kur'an'da En'am suresinin 145. ayesinde donuz etinin haram edildiği bildirilir. O size yalnız ölü hayvanı, kanı, donuz etini ve Allah'tan gayrisinin adına kesilmiş olanları haram etmiştir. Bu ayeden göre donuz etinin haram olması açıktı. Başka bir ayede donuzun yağıyla bağlı bir qeyd yoktu. Bəs bu hadis inkarçıları bunu hardan alır ki, donuz etinin yağı halaldır? Bu hadis inkarçıları bunu hardan alır? Eğer Kur'an-ı Kerim'den gedirlərsə, bu da Kur'an-ı Kerim'de yoktursa niye bunu desinler ki? Hadis inkarçıları bazı meselelerde farklı düşüncelere sahip olabilirler. Onlar yalnız Kur'an-ı Kerim'e esaslanarak müeyyen kararlar verirler. Lakin İslam hukuku veya halal haram meselelerinde hem Kur'an hem de Peygamberin sallallahu aleyhi ve sellemin hadisleri rehberlik eden esas menbelerdir. Ekser Müslümanlar için Kur'an ve sünnet birlikte nezere alınır. Bu sebepten donuzun yağıyla bağlı hususi bir ayet olmadığı için bu tür iddialar esaslı görünmür. Bunlara senin öğüt, nəsiyyətin nə olar ki? Əgər bunlar deyirlər ki, nə varsa Quranda var, amma donuz ətinin özünü haram deyirlər, amma yağı isə halaldır deyirlər. Bu hadis inkarçılarının ziddiyyət daşıdığını biz görürük də. Bu tür vaziyetlerde en önemlisi İslam'ın esas menbeleri olan Kur'an ve sünnenin bilge şekilde kıymetlendirilmesidir. Bunlar axı üzürlü sayın, bunlar axı deyir ki, nə varsa halal, nə varsa haram, Quranda olmalıdır. Amma biz görürük ki, burada donuzun yağı halaldır sözü Quranda yoxdur. Onda bunlar heç Quranilər də deyirlər. Bunlar nədirsə başqa bir ayrı planetdən gəliblər elə bir. Anlıyorum. Bu tür mübahiselerde farklı fikirler ve yanaşmalar olabilir. İslam'da esas menbeler Kur'an ve sünnedir ve bu menbeler birbirini tamamlıyor. Eğer bir meseleyle bağlı Kur'an veya sünnede açık bir malumat yoktursa o zaman alimlerin izahlarına ve tefsirine müracaat edilir. Bu tür meselelerde mütehassislerin ve alimlerin fikirleri değerlidir. Bu Kesin farklı fikirler olabilir. Mən sizi başa düşdüm. Deməli hadis inkarçıları, yəni bunlara Qurani deyirlər də, bunlar bunu bəs hardan alırlar? Yəni donuz ətinin daha doğrusu donuzun yağı halaldır. Sözünü onda fikirdir də bu. Quranda yoxdur, hadisdə yoxdur. Bu onda bunları hardan alır? Üzgünüm ancak gelişmiş ses için günlük limiti doldurdun. Gördüğünüz kimi bir telefona robot yükləmişəm. O robotun özü belə yəni ağıllı zəkadır. Deyir ki, bəs bu Qur'an-ı Kerimdə yoxdur. Həqiqətən nəinki bunu robot deyir. Yəni mən nəyə görə öz söhbətlərimi artıq bu robotu da əlavə verirəm? Çünki kompüterlə yəni hər bir şeyi demək olar ki, öyrənmək olur Allahın izni ilə. Deməli, gördüyünüz kimi bunlar hadis inkarçısı, həm də Qur'an inkarçısıdırlar. Çünki donuzun əti haramdır. Bəli, Qur'an-ı Kerimdə keçir. Amma yağı isə halaldır. Bu Qur'an-ı Kerimdə keçmir. Donuzun əti halaldır sözü Quranda yoxdur. Əlbəttə ki, bunlar necə ki, müsəlman iman edəndə Allaha onun imanı artır. İman daha da geniş olaraq arta gedir. Allaha, mələklərə, qiyamətə, qəza və qədərə, kitablara və s. olacaq, hökmləri həyatına salır, iman artır. Şəriəti yaşadıqsa iman artır, elm artır. Bunlar da hədisləri inkar edərək küfürləri artır. Qur'an-ı Kerimdə donuzun yağı halaldır deyiləcək bir ayət olmadığı təqdirdə bunlar donuzun
yağı halaldır deyirlər. Nə hədisdə var, tamam hədisləri qəbul etmədiniz bildik, nə də oxuduğunuz, güya iman etdiyiniz Quranda var. Hansısa bir Yahudilərə aid olacaq ayəti gətirəndə o halal qoyun, inək, halal olacaq orqanlarının haramı haqqında danışır. Amma donuzun yağı haqqında danışmır, əzizlərim, danışmır. Ey hədisləri inkar edə, indi də Quran-ı Kərimi edə gəlmişsiniz. Sizə üzümü tuturam, ey firqə, ey Quran inkarçıları. Biz artıq sizə hədis inkarçıları demirik. Biz artıq sizə Quran inkarçıları deyirik. Quranın təhrif olduğunu deyirsiniz. Və s. Bu mövzu deyil, əlbəttə ki. Subhanallah, ilə illallah. Özünüzü görün. Vallahi sizi istəyib deyirəm. Vallahi sizi çox istəyib deyirəm. Vallahi sizdən salam aleykümüm var deyənə deyirəm. Necə özümü qurtarmışam ondan, sizə qurtarmaq istəyirəm. Bəli, kinayə edib danışacaqsınız, istehza edib danışacaqsınız. Amma elə deyil. Qurandan dəlil gətirin, dəlil. Allah desin, donuzun yağı halaldır. Donuzun yağı halaldır. Donuzun yağı halaldır. Başqa ayələrə gedib donuzun yağı da halaldır sözünü deyə bilməzsiniz. Allah deməlidir də burada. Məsələn, bax, donuz əti haramdır. Donuz əti halaldır. Leş haramdır. Allahdan başqasının adına kəsilən haramdır. Açıq nasıl olmalıdır? Açıq ayə olmalıdır. Allah özünü, yəni, əstəxfirullah, Allah o qədər mi cahildir ki, siz onun yerinə nəyəsə şərh verirsiniz? Siz mi Allaha din öyrədirsiniz? Belə olmaz. Bu qədər də olmaz. Hədisləri bildikdə illa hardasa inkar edirsiniz. Siz artıq ayələri inkar edirsiniz. Ümid varam ki, Rəbbim sizə məcbur edərək öz dininə gətirəcək. İnşallah. Bəli, məcbur olaraq da dinə gəlmək olur. Allah onu məcbur edirdi. Esselamu aleyküm ve rahmetullah. Şimdi size Kur'an'dan öyle bir bilgi vereceğim ki belki de şok olacaksınız, şaşıracaksınız. Ama ilk etapta bu sizi biraz sarsabilir. Üzerine biraz düşünürseniz ve videoyu sonuna kadar izlerseniz, vereceğim ayetleri Kur'an'dan dikkatlice incelerseniz söyleyeceğim şeyin doğru olduğunu göreceksiniz. Evet arkadaşlar, domuzun eti haramdır. Ancak yağı haram değildir. Kur'an'a göre domuzun yağı helaldir. Ve bunu iki ayetten size... Əstəxfirullah və etubuleyh. İki ayəti deyir. İlk Kulak asaq. Kur'an'ın 6. suresi olan En'am suresinin 145. ve 146. ayetlerini bulun. O ayette net bir biçimde Rabbimiz bize O ayələri bularsınız. Görün bu donuzun yağı barəsində halaldır sözü deyilirmi orada? Neyse abone olun. Kanalıma abone olun. Üzürlü sayım. Bura şəklim də düşdü. Mənim elə dedim qoy görsədim. Kimsə birdən stoluma içkizat yapışdırıb eləyər mənim. Yəni nə bilməm, düşmənçilik onsuz da doğru dürüst olaraq aparmırlar ki. Kanalıma abone olun inşallah. Bu adam yalancı olaraq mən peyğəmbər deyirəm buna. Bunun da küfürlərini növbəti filmdə sizə təqdim edəcəm. Kanalıma abone olun. Esselamu aleyküm ve rahmetullah.